bu arkanı xanımsı bir arka. Eynilə pasiyentdə də xanımsı bir arkanı görürük. Sallaq və piy toxuması çox olan bir sinə daha. Sinəyə baxdığımızda zaten öncə orta xəttin deviasiyasını görürük. Əlavətən V formanı sinəyə verməyə çalışdığımızda müəyyən qədər sağ tərəfdə əzələ kütləsinin azlığını, sol tərəfdə əzələ kütləsinin bolluğunu görürük. Bunun tam dəqiq əzələ və ya piy qatman olub olmadığını sadəcə əməliyyatın gedişatını dəqiqləşdirmək olur. Sağ adamın zəhmət olmasa görürsünüz bu arkanı xanımsı bir arka. Eynilə pasiyentdə də xanımsı bir arkanı görürük. Bu arka əməliyyatdan dərhal sonra artıq itmiş olur. Bu səbəbdən də ginekamastiya əməliyyatlarında sizin bərpa müddətiniz sadəcə minimum olur. Təşəkkür ederim.